Sabahınız xeyir qızlar, necəsiniz? Təzə bir vlog çəkirəm. Çünki bugün işlərim çoxdur. Dedim sizin üçün də vloglayım. Bu arada taxtanın səsidir bu. Buradan çıxam. Taxta quruyub atdı, ona görə elə bir səs çıxardır. Bugün qışa hazırlıq videosudur bu. Həm qışa hazırlıq, həm də dırnaqlarımın korreksiyası olacaq. Artıq çox pis gündədir. Telefonu netləsə göstərəcəm. Baxın. Çox pis gündədir. Hamısını çəkəcəm. Çayı dəmə qoydum. Dedim qəşəng. Çay dəmlənsin, çay çək. Təzə durmuşam deyə səsim batıb. Qəşəng dəmli çayla çayımı içim. Sonra başlayacağım pomidorları yumağa. Çünki biz pomidor yumurtalıq hazırlayacağıq. Bizdə pomidor yumurtalıq çox işlənilir. Qışda, yayda fərqi yoxdur. Yəni ümumiyyətlə biz pomidor yumurta çox sevənik. Ona görə də bu ildə hazırlayacağıq. Pomidorlarımızı almışıq. İndi hamısını sizə çəkəcəm necə edirik. Başladacağım çünki bu vlogu burada mama mənim vloguma baxır. İnşallah ki 2-3 günə Gəncəyə qayıdacağam. Onda vlogun davamı gələcək. İndi burada qəşəng bir şəkildə bu pomidorları yuyacağam. Məncə burada 40 kilo pomidor olması lazımdır. Onu dəqiqləşdirib sizə deyəcəm nə qədər pomidor yumurtalığını hazırlayacağıq. Mamagil də birazdan gedib biber falan alacaqlar. Çünki biz pomidor yumurtalığa biber də tökürük. Yəni o biber də çox qəşəng dad verir. Belə. Örgəndim qızlar, 20 kilo pomidor var burada. Və bitdi. Hamısını yudum, qəşəng qablara qoydum. İndi aparacağım bunları mətbəxə. Yeməğimi yedikdən sonra bunların hər birini ət maşınından götürəcəyik. Çünki əlimizlə xırda yatyorka ilə keçirməkdənsə ət maşını hamısından yaxşıdır. Sizə göstərəcəm necə edirik. Pomidorları gətirdim yuxarı. İndi gətirim hazırlayım. Yeməğimi yeyim. Yeməkdən sonra başlayım bunları qəşəng bu hissələrini kəsməyə. 4 bölüb ət maşının içinə tullayıram. Ət maşının içində qəşəng özü həll olunur. Qabığını falan soymuruq bu arada. Əvvəllər soyurduq, çox vaxt aparırdı. Amma indi heç soymuruq, yəni evdə gözəl çox dadlı olur. İndi gətirim yeməyimi yeyim. İstəyirəm sosisqalı yumurta hazırlayım. Gündə ən az bir dənə də olsa yumurta yeməyə çalışıram. Siz də qış hazırlığına başlamısınız, yoxsa yox? Yəni biz indidən başlamışıq. Çox belə turşu falan qoymaq istəmirik, çünki yeyilmir, qalır. Zaten gördüyünüz kimi keçən ildən qalma bankalar falan var idi orada. Bilməm o videoya düşüb yoxsa yox, amma yəni oradaydı. Yəni biz yemədiyimiz üçün çox bir məhsul bağlamırıq. Sadəcə pomidor yumurtalığı çox bağlayırıq. Burada da artıq pomidorların hər birinin arxalarını kəsib, qəşəng 4-5 yerə bölüb ət maşından çəkəcəm. Ona görə hazırlıqları edirəm. Siz pomidor yumurtanı çox sevirsiniz yoxsa yox, yorumlarda yazarsınız. İndi qızlar ət maşınını qoşdum. Qəşəng onun için falan təmizləmişik bu arada. Pomidorları da gördüyünüz kimi 4-5 hissələrə böldüm. Sonra bu ət maşının içindən keçirdəcəm. Yəni qabıqlarını falan soymağa ehtiyac yoxdur. Əsas o içindəki bu baş hissəsindəki ağı, nə bilim qara falan nə olsa onları falan təmizləyin. Əsas odur. Bu arada 20 kilo pomidordur. Ne bilməm videonun başında demişdim yoxsa yox. Və bitirdim. Baxın, bu qədər pomidor çıxdı. İndi bu qaynayıb, yarısına qədər düşdükdə biberləri əlavə edib, onu da qaynadacaq. Biberlər hələ düzü alınmayıb, indi gedib alacaqlar. Sonra biberləri yenə eyni şəkildə ət maşınından keçirdəcəm hamısını. Mənim qızlar Bakıdan qalma bir ədəd vloqum qalıb. Yəni indi bilmirəm onu bunlardan sonra paylaşmağın mənası olar yoxsa yox. Onu yorumlarda qeyd edərsiniz. Məncə çox maraqlı bir vloq idi. Qonaq falan getmişdi. Yəni yadınızdadırsa xala olduğum videosundan sonra mən Bakıya geri qayıtdım. Yəni xala olandan sonra geri qayıtdım.
hal olandan sonra. Nə danışıram heç özüm də bilmirəm. Nəysə, mən geri qayıdandan sonra 2 gün orada bizdə maşın imkan versə, yəni danışacağam. Nəysə, biz orada qonaq falan getmişdik. Yəni onları mən vloglamışdım. Zaten Bakıdakı son günlərimiz sayılırdı. İndi bilmirəm, onu paylaşım yoxsa yox, onu yorumlarda qeyd edib mənə bildirərsiniz. Ət çəkən maşının içini də qəşəng yudum, təmizlədim, qoydum bura. Zaten bu qab bizə biberlər alınıb gələndə kömək olacaqdı. Ona görə onu qoyuram burada dursun. Burada da artıq biberləri mamagil aldılar, gətirdilər. Bunların hamısını qəşəng yudum. İndi aparacağım. Bunları da içindəki çərdiklərini çıxardacağım. Daha sonra bunları da 4 bölüb ət maşından keçirdəcəm. Biberləri də eyni şəkildə nazik formada belə dilimlərə ayırdım. İçini falan hər bir şeyini çıxartmışam. İndi bunu da eyni şəkildə pomidor kimi ət maşından keçirdəcəm. Və biberlərimiz də hazırdır. Ət maşından qəşəng keçirdim. Burada da pomidorlarımız qaynayır. Onu biraz suyu çəkiləndən sonra biberləri tökəcək üzərinə. Qəşəng qarışdıracaq. Pomidor yumurta ilə sizi bezdirmək istəmədiyim üçün artıq burada axşam oldu və keçdim mən dırnaqlarımı düzəltməyə. Dırnaqlarım o qədər uzanmışdı ki, axırda bunları qəşəng belə tutdum, belə kvadrat bir halda saldım. Elə çox uzatmanın bir mənası yoxdur dedim. Belə bu formada da qısa bir dırnaqlar düzəltmək istədim. Bu dırnaq düzəltmə prosesində hər bir səsləndirməni üzərindən edəcəm. Çünki arxa fonda kinoya baxırdılar mamagil. Dedim onları narahat etməyim. Elə mən üzərindən səsləndirmə edərəm. Dırnaqlarımı çox qəşəng bir şəkildə tərtəmiz edirəm. Köhnə gel falan heç bir şey qalmır. Gördüyünüz kimi artıq hər bir yer tərtəmizdir. Daha sonra onların kitikulaları dala itələyərək apelsin çubuğu ilə ətlərini də təmizləyirəm. Mütləq ətlərini təmizləməlisiniz. Yəni ətlərini yaxşı bir şəkildə təmizləmədikdə nə yazıq ki, yəni dırnaqlar atır, yəni hava alır, ona görə də atmalar olur. Mütləq dırnaq ətlərinizi yaxşı bir şəkildə təmizləməlisiniz. Daha sonra dırnağın üzərini matlaşdırmaq üçün pilkalayıb baflayıram. Əllərimizi qəşəng bir şəkildə yuduqdan sonra bu da mənim primerimdir. Primer vururuq. Mütləq primer şərtdir qızlar. Amma məndəki primer padelka olduğu üçün məncə elə düşünürəm ki, yaxşı da saxlamır, amma nəysə. Eyb yox, bir gün orijinallarını da alarıq. Burada da bazanı göstərim sizə. Orijinal bazadır, mütləq alın, çox qəşəng bir bazadır. Bu bazanı da qəşəng bir şəkildə çəkib 60 dərəcədə, 60 dərəcə nə idi ay qız? 60 saniyədə lampanın altında quruduruq. Bu arada primeri qurutmuruq. Primer 60 saniyə havada öz-özlüyü ilə quruyur. Amma bazanı mütləq 60 saniyə qurutmalısınız. Daha sonra burada da dırnağımın ölçülərinə uyğun tipsilər seçirəm. Üst forma edəcəm mən bu səfər. Zaten mən hər zaman üst forma edirəm. Bu səfər də üst forma etməyə qərar verdim. Burada da dırnaqların ölçülərini alıb başlayıram gel qoymağa. Hər bir dırnağımı videoda göstərdiyim sırayla edirəm. Ən az 3 dəqiqə lampada quruduram. Və bu da dırnağın bitmiş halıdır. Zaten əlinizlə toxunduqda tipsi öz-özlüyündən atıb çıxır. Yəni bu şəkildə də formaları qalır. Əslində 3 bucaq düzəldə bilərdim, amma nəsə dedim birdən yaxşı alınmaz. Ona görə kvadrat elədim mən yenə. İndi isə bütün dırnaqlarıma biraz qalın qatla gel keçirəm. Bütün dırnaqlarıma bu proseduru edirəm. Və bu da artıq bitmiş halıdır. Gördüyünüz kimi bu hansı barmaq sayılır? Bu çeçəli barmaqdan sonraki barmaq heç də yaxşı alınmadı. Bunun üzərindəki dırnaq, onu söküb təzədən düzəltdim, amma o hissələri çəkmədim, çox uzun olmasın deyə. Və yaxşı bir şəkildə pilkalayırıq, baflayırıq və əlimizi yuyub, üzərindən bir də baza çəkib istədiyimiz dizaynı veririk. Burada məndə qonaqlarım gəldiyi üçün mən bu prosedurların heç birini çəkə bilmədim. Qonaqlarım getdikdən sonra saat 3-ə kimi mən dırnaq düzəltmişəm, yəni təsəvvür edin. Yəni qonaqlarım ani bir məqamda gəldikləri üçün heç xəbərim yox idi. Ona görə də dırnaqlarımı yarısını səhər etdim, yarısını isə gecə etdim. Burada da gördüyünüz kimi işimi yarımçıq qoyub qonaqlarımla birlikdə çay süfrəsinə oturdum. Baxın, heç ürəyimcə olmadı əslində, amma yenə də düzəltdim. Gələn səfər başqasını edərəm, amma bu nəysə, belə alındı. Burada da artıq pomidor demək olar ki hazırdır. Bir dəfə qaynadılıb, bankalara yığılacaq. Всё.
Burada da videonu pomidor yumurta bişirərək sonlandırıram. Sizləri öpürəm. Kanalıma abunə olun, videolarıma şərhlər yazın, like edin. Sona kimi baxın. Mən də sizin üçün çox gözəl vloqlar hazırlayım. Hər birinizi öpdüm. Özünüzə yaxşı baxın.